Salam dəyərli insanlar, 20 gün dünya çempionatı təxminlərini bölüşəcəm sizlərlə. Təxminləri də keçməmişdən öncə ödənişsiz WhatsApp qrupumuz var. Videoda əlaqə nömrəsini yazaraq qoşula bilərsiniz. Keçən günün oyunlarına Hollandiya, İsveç toplam qollar 2 üst sığortalı seçimimiz olacaq. İkinci seçim kimi geniş kuponlarda 2-5 üst. Hesab təxminlərim 2-1-3-2. Almaniya fil dişi sahilləri. Almaniya qələbə. İkinci seçim kimi birinci isə kün zərbələrini qazanar Almaniya. Hesab təxminlərim 2-0, 1-0. Ekvador, Kürasao. Toplam qollar 3.5 alt. İkinci seçim kimi kün zərbələri 9.5 alt geniş kuponlar üçün. Hesab təxminim 2-0. Tunis, Yaponiya. Yaponiya qələbə. Canlıdan bir seçim verəcəm sizə. Yaponlar birinci hissədə önə atılan komandadır. Kün zərbələrin birinci hissədə canlıdan 10 dəqiqədə kün zərbəsi eləməksə, birinci hissə rahatlıqla 2 korner açacaqlar. Ürəyinizə yatarsa 2 kornerin birinci hissədə yaponları dəyərləndirə bilərsiniz. Hesab təxminlərim 0-1, 0-2. Uğurlar, bol şanslar, diqqət seçimlər edin. Kuponlarınız uğurlu olsun. Əsas öz təxminlərinizə, öz analizlərinizə güvənin.